Bunu qeyd etmək istəyirəm ki, ailələr ayrılmağı, boşanmağı artıq üstün tutanda, bu nəticəyə, qərara gəlirlərsə, övladlarını da düşünməlidir. Bunu da qeyd edeyim ki, bəzi uşaqlar var ki, onlar özləri valideynə deyir ki, siz boşanın, biz də rahat yaşayaq. Əgər ailə toksikdirsə və valideynlər artıq bir-birlərini həqiqətən sözün əsl mənasına tükəndirirsə, bitmiş bir ailə, bitmiş ana, bitmiş ata, bir-birini qəbul etməyən insanlar bəzən elə hala gəlirik ki, əslində tutarlı bir səbəb yoxdur, amma birinin içdiyi bir qurtum su belə digərini incitməyə başlayır, narahat etməyə başlayır. Əgər ortada belə bir ailə varsa, artıq burada nəyisə düşünmək lazım deyil. Emosional bağ yoxdur aralarında. Bir-birlərini eşitmək istəmirlər, bir-birlərini dinləmək istəmirlər. Uşaqlarının mental olaraq, sağlam bir yetişkin olaraq böyütmək üçün atacaqları ilk addım budur ki, onlar mütləq şəkildə boşanmalıdır. Belə bir ailədə, belə bir mühitdə qeyri-sağlam uşaqlar yetişdirmək əvəzinə ayrılıb iki sağlam insan kimi övladlarını daha sağlam böyüdə bilər.